Bir gün sıxıntılı bir dönemlerdir. Saxara Blue Mall açırıq. Hər zaman deyirəm, ümumiyyətlə mənim haqqımda qısa məlumat almaq üçün Motivator Azərbaycan kanalının səhv eləmirəmsə 150-ci buraxılışı məndədir. Bütün həyat hekayəm və s. bir saat orada var. Detallara baxa bilərsiniz. Vaxtımızı almayaq, tamam. Təsəvvür edin gənclər, 7-8 ay bundan öncə mənə bir təklif gəldi, bir dostumuz tərəfindən ki, sizlə görüşmək istəyən bir qurum var. Getdim, bunlar Azərbaycanın çox qlobal tikinti şirkətləridir, hansı ki, tikinti işlə məşğuldurlar. Və dedi ki, biz sizi izləyirik, tanıyırıq çoxdandır. Biz sizin Saxara brendinin 50%'ni almaq istəyirik. Böyle dedim ki, böyle bir satış məqsədim yoxdur. Sizin məqsədim. Dedi ki, sənin başında olmaq şərtilə biz Saxara brendinin özümüzə görə qiymətləndirməmiz 5 milyondur. 2,5 milyon veririk və Saxara markasının 50% olduğu strukturda sizdə qalmaq şərtindən bizim olur. Yox dedim, döndü yanındakına bunu dedi. Adam 10 saniyə düşünmədi 2,5 milyonu. Ona görə yox ki, mən 2,5 milyona ehtiyacım yoxdur. Ona görə ki, mən markaya inanıram. Daha böyük dəyər qazanacağına inanıram. Və sonra nə oldu bilirsiniz? Təmir prosesləridir, düşünün də hər gün xırda xərclər çıxır. Gəldim mən belə maşına oturanda fikir verdim ki, cibimdə demək olar ki, pul yoxdur. İçəridə 2,5 milyonu yox demişim, cibimdə pulum yoxdur. İşte dedim ya sizə, Lamborghini sürmək istəyirsiniz, Dubayda 120 manatdır, 120 dollardır kirayəsi. Gedin götürün sürün. Amma Lamborghini alıb, aparıb hansısa plazanın qarajında və yaxud da yolun kənarında saxlayıb günün altında gedib günü 100 manata işləyəcəksinizsə, o axmaqlığı eləməyin. Və məqsədiniz olsun.